Salam mənim əzizlərim, davam edirik balıq burcu ilə. 12-18 yanvar həftəsi balıqları nələr gözləyir, ona baxacağıq. Qeyd edim ki, həftəlik açılımdır. Bu həftə sizin üçün çox ümid verici, şəfalı enerjilər daşıyır. Bu kart deyir ki, artıq doğru yoldasınız. Kainat sizi dəstəkləyir. Son vaxtlar qarışıqlıq, tərəddüd içində idinizsə, artıq ümid, istiqamət görsənir. Bu həftə doğru istiqamətdə olduğunuzu artıq hiss eləyəcəksiniz. Sevgi həyatında çox səmimi, isti bir dövr gəlir. Qarşınızdakı insanla duyğusal yaxınlıq artacaq. Münasibətlər daha səmimi olacaq. Subay balıqlar üçün yeni sevgi ehtimalı daha yüksəkdir. Tanışlıqlar, gözəl jestlər, ürəkdən gələn diqqət bu həftə daha ön planda olacaq. Fikir versəz tam aydır. Tam ay enerjisi hər şeyi açıq-aşkar göstərir. Gizli məsələləri işıqlandırır, nəticə verir. Yeni həftənin sonunda bütün qarışıqlıqlar aydınlaşacaq. Niyyətlər, hisslər ortaya çıxacaq. Sevgi həyatında həqiqətlərin üzə çıxması münasibəti daha da möhkəmləndirəcək. Seçim etməyinə yardım edəcək. Karyera sahənizdə ulduzlar kartı doğru istiqaməti göstərir. İşdə qarşılıqlı anlaşma, əməkdaşlıq enerjisi verir. Nəticəni göstərir. İrəliləyiş, uğur, tanınma mümkün olacaq. Maliyyə mövzusunda bu həftə sabit, müsbət enerji görünür. Ulduzlar ümid verir, ürək sizi dəstəkləyir. Tam ay isə artıq aydınlıq gətirir. Pul məsələlərində düzgün qərarlar verəcəksiniz. Ümumilikdə balıqlar üçün bu həftə ümidlərin yenidən canlandığı, sevginin istilik verdiyi, hər şeyin isə açığa çıxdığı bir dövrdür. Belə mənim əzizlərim, bu qədər.